Metifred, metilprednizolon adlı maddenin ticari adıdır, yani kısaldılmış şekilde. Kortikosteroid grubuna aittir. İltihabı azaltmak için, həmçinin immün sistemini zayıflatmak için istifade olunur. Bu hallar zamanı test tayin edilmektedir. Alerjik reaksiyalar, autoimmün hastalıklar, lupus, revmatoid artrit kimi asma veya xork tutmaları, deri hastalıkları, mesela egzema, psoriaz, bazı xəstəlik növləri, multiple skleroz tutmaları zamanı istifade edilmektedir. Bu haqqında əsas məlumatlar, məsələn, forması tablet və yaxud da inyeksiya şəklində qəbul edilir. Dozalanması xəstəliyə görə fərqlənməkdədir. Yan təsirlərinə gəldikdə isə xüsusən uzun müddətli istifadə zamanı çəki artımı, əhval dəyişiklikləri, qanda şəkərin artması, sümük ərməsi, osteoporoz kimi yan təsirləri vardır. İnfeksiyalara qarşı həssaslıq, vaciblik. Əgər bu dərmanı uzun müddət istifade edilirsə, birdən-birə dayandırmaq olmaz. Bu zaman bölüşdüyü vəzdə çatışmazlığa yol aça bilər. Bir də bu dərmanı qida ilə birlikdə qəbul etmək tövsiyə edilməkdədir.